Tez-tez mediada və insanların sosial şəbəkələrdə yazdığı rəylərdə Asparking və Apar proqramının startap olaraq təqdim edildiyini görürəm. İstədim bir qısa video çəkim və bu videoda məhz bundan danışaq. Mən düşünürəm ki, bu proqramların heç birisi bildiyimiz startap anlayışına uyğun gəlmir. Onları yaxşı hiss edəcəksə və ya hansısa statistik nəticələr artacaqsa, bəli, onlar da startap olsun, hətta hər açılan yeni bir şirkətə də startap deyək. Amma yox, startap ekosistemini müzakirə ediriksə və səmimi isə bu şirkətlərə startap demək biraz çətindir. Bəs niyə? Gəlin birinci Asparkingdən danışaq. Asparkingin ən dəyərli resursu nə onun mobil tətbiqidir, nə də onun yaratdığı bir texnoloji həldir. Asparkingin ən dəyərli resursu çıxış əldə etdiyi dövlət resursu, yəni o maşınları saxlamaq üçün olan yerlərdir. O yerlər ki, istənilən bir şirkətə verilsə, o şirkət gəlirli olaraq fəaliyyət göstərə bilər. Hətta hər hansı bir mobil tətbiq istifadə etməsə də, sadəcə dəftər, qələm istifadə etsə də. Burada danışdığımız məsələlər eynindən demək olar ki, Aparada tətbiq oluna bilər. Bəs necə olsaydı Asparking bir startap olmuş olardı? Misal üçün Asparking mobil tətbiq olaraq insanların sahib olduğu binaların altında və ya qarajlarda maşın saxlamaq üçün olan yerlərini icarə vermək, onları bir-birinə əlaqələndirən bir sistem olmuş olsaydı, bu halda məncə startap başlığına daha uyğun gələn bir şirkət olmuş olardı. Ümid edirəm video faydalı idi. Sağ olun, sağlıqla qalın.